Herkese salam. Bu günləri yay aylarının sevimlisi olan qarpızdan danışacağam. Çox vaxt qarpıza sadəcə şirin, sulu bir yay meyvəsi və ya sərinləşdirici qəlyanaltı kimi baxırıq. Hətta bir çox insan düşünür ki, qarpız sadəcə su və şəkərdən ibarətdir. Yəni orqanizmə elə də böyük bir faydası yoxdur. Amma bu tamamilə yanlış bir düşüncədir. Elm adamlarının və diyetoloqların son araşdırmalar göstərir ki, qarpız əslində təbii bir aptekdir. Tərkibindəki vitaminlər, minerallar, antioksidantlar və nadin amin turşuları sayəsində o başdan ayağa bədənimizə möcüzəvi təsir göstərir. Bu videoda qarpızın sağlamlığımıza olan inanılmaz 10 faydasını, tərkibindəki gizli müalicəvi maddələri, arterial təzyiqdən tutmuş hüceyrə yenilənməsinə qədər olan bütün təsirlərini xırdalığına qədər danışacağam. Həmçinin illərdir atdığımız qarpız qabığının və toxumlarının əslində nə dərəcədə qiymətli olduğunu, onları necə istifadə edə biləcəyimizi izah edəcəm. Videonu sonadək izləyin. Çünki sonda çoxumuzun fərqinə varmadan etdiyi və mədəni sıradan çıxaran böyük bir səhvdən bəhs edəcəm. Gəlin heç vaxt itirmədən keçək birinci və ən vacib məsələyə. Birincisi, qarpız orqanizmin su və mineral balansını tam bərpa edən ən mükəmməl bir təbii vasitədir. Bilirsiniz ki, qarpızın təxminən 92% sudan ibarətdir. Xüsusilə dəhşətli yay istilərində bədənimizin tərlənmə yolu ilə litrlərlə su və ən azı həyati vacib minerallar itirilir. Həmin anlarda sadəcə adi su içmək bəzən bədənin hüceyrə səviyyəsində su ehtiyacını ödəmir. Çünki su ilə birlikdə duzlar da yox olur. Qarpız isə həmin suyu həm də tərkibindəki elektrolitləri, yəni kalium, natrium və maqneziumu bədənə eyni anda və ideal balansda verir. Bu da gün ərzində yaranan halsızlığı, gün vurmanı, əzələ qıc olmalarını və baş ağrılarını anadan qaldırır. Yəni qarpız təbii bir izotik içki əvəzedicisidir. İkinci, qarpız ürək və damar sisteminin ən güclü müdafiəçisidir. Qarpıza o tünd qırmızı, gözəl rəngi verən maddənin adı likopendir. Likopen çox güclü bir antioksidantdır. Maraqlı bir fakt deyim. Bir çox insan düşünür ki, ən çox likopen pomidorda olur. Amma elmi araşdırmalar sübut edib ki, təzə qarpızda likopenin miqdarı pomidordan hətta 40% daha çoxdur. Bu maddə qanda pis xolesterolun toplanmasının qarşısını alır. Damarların elastikliyini qoruyur və damar sərtləşməsi riskini azaldır. Nəticədə infarkt və insult kimi xəstəliklərin ehtimalını kəskin şəkildə aşağı salır. Əgər ürəyiniz uzun illər cavan və sağlam qalmağını istəyirsinizsə, yayda qarpız yeməyi vərdiş halına salın. Üçüncü, əzələ ağrılarını təmiz aradan qaldırır və idman performansını artırır. İdmanla məşğul olanlar, çox gəzənlər və ya ağır fiziki işlə məşğul olanlar yaxşı bilir ki, işdən və ya məşqdən sonra əzələlərdə şiddətli göynəmə və ağrılar olur. Buna səbəb əzələlərdə süd turşusunun toplanmasıdır. Qarpızın tərkibində sitrulin adlı nadir bir amin turşusu var. Sitrulin bədənə daxil olduqda argininə çevrilir və qan damarlarını genişləndirərək qan dövranını sürətləndirir. Bu da əzələ və daha çox oksigen və qida maddəsinin çatdırılmasına təmin edir. Məşqdən və ya ağır işdən 1 saat əvvəl bir dilim qarpız yemək və ya təbii qarpız şirəsi içmək əzələ yorğunluğunu və ertəsi gün olan ağrıları yarı-yarı azaldır. Dördüncü, həzm sistemini möcüzəvi şəkildə işlədir və bağırsaqları təmizləyir. Qarpız həm bol su, həm də həzm olunmayan təbii liflərlə zəngindir. Bu iki komponent bir araya gəldikdə bağırsaq peristaltikanı, yəni bağırsaqların hərəkətini stimullaşdırır. Bağırsaqların tənbəlləşməsinin, xroniki qəbzliyin, köpün və həzmsizliyin qarşısını almaq üçün qarpız əvəz olunmazdır. O həzm sistemini sanki daxildən yumşaq bir süpürgə kimi təmizləyir. Toksinlərin bədəndən xaric olmasını sürətləndirir. 5-ci, immunitetin sistemini daş kimi möhkəmləndirir. Qarpız tam bir C və A vitamini deposudur. Sadəcə bir böyük dilim qarpız yedikdə gün ərzində bədəninizin ehtiyacı olan C vitamininin demək olar ki 25-30%-ni birbaşa mənimsəyirsiniz. C vitamini ağ hüceyrələrinin, yəni leykositlərin istehsalını stimullaşdırır. Bu hüceyrələr isə bədənimizin infeksiyalardan, viruslardan, mikroblardan və mövsümi xəstəliklərdən qoruyan əsas əsgərlərimizdir. Yayda immuniteti gücləndirmək, qışda xəstələnməməyin ən zəmanətli yoludur. 6-cı, göz sağlamlığı və görmə qabiliyyətini qoruyur. Qarpızın tərkibindəki A vitamini və beta-karotin gözlərimiz üçün həyati əhəmiyyət daşıyır. Beta-karotin bədəndə A vitamininə çevrilərək o torlu qişadan pigment istehsalına kömək edir. Bu da gecə görmə qabiliyyətini artırır. Göz quruluğunun qarşısını alır və yaşlandıqca yaranan katarakta və ya sarı ləkə xəstəliyi riskini azaldır. Xüsusilə gün boyu telefon, planşet və kompüter ekranına baxanlar üçün qarpız göz yorğunluğunu götürən təbii bir qidadır. 7-ci,
Dəri və saç gözəlliyi. Xüsusilə xanımlar və bəylərin diqqətlə qulaq asmağını istəyirəm. Qarpızın tərkibindəki A və C vitaminləri dərinin kollagen istehsalı üçün əsas xammaldır. Kollagen nədir? Dərini cavan, elastik, hamar və qırışsız saxlayan əsas zülaldır. Eyni zamanda qarpızın yüksək su tərkibi dərinin daxildən nəm ilə təmin edir. Dərinin soyulmasının, qurumasının və tez qocalmasının qarşısını alır. Tərkibindəki minerallar isə saç köklərini bərkidir. Saçların qırılmasının və tökülməsinin qarşısını almağa kömək edir. 8-ci. Xərçəng hüceyrələri ilə mübarizə aparır. Bəyə qeyd etdiyim likopen və C vitamini güclü antioksidant xüsusiyyətlərə malikdir. Ətraf mühit, çirkli hava, stress və pis qidalanma bədənimizdə sərbəst radikallar yaradır. Bu radikallar sağram hüceyrələrinin DNT-sini zədələyərək xərçəngə yol açır. Antioksidantlar isə bu radikalları neytrallaşdırır. Xüsusilə həzm sistemi, mədə və prostat xərçəngi riskini azaltmaqda qarpızın müsbət rolu tibbi araşdırmalarda sübut olunub. 9-cu. Böyrəkləri təmizləyir və daş əmələ gəlməsinin qarşısını alır. Qarpız təbii və çox yumşaq bir sidik qovucudur. O böyrəkləri yormadan, əksinə onları yuyaraq toplanan duzları, qumu, toksinləri və lazımsız maddələri bədəndən təbii yolla xaric edir. Qanda sidik turşusunun səviyyəsini aşağı salaraq böyrəklərin üzərindəki yükü yüngülləşdirir. Əgər böyrəklərinizdə qum meyilliyi varsa, qarpızın mövsümündə bunda maksimum yaralayır. 10-cu. Təzyiqi nizamlayır, stresi və həyəcanı azaldır. Qarpızda olan yüksək kalium və maqnezium damar divarlarındakı gərginliyi götürür, qan dövranını rahatladır və yüksək arterial təzyiqi normaya salır. Eyni zamanda tərkibində B6 vitamini beynimizdə gərginliyi azaldan, yuxunu tənzimləyən və əhval-ruhiyyəni qaldıran neytro hüceyrələrin sintezinə kömək edir. Yəni 1-2 dilim qarpız yemək insanı həm fiziki, həm də psixoloji olaraq sakitləşdirir. İndi isə gəldik videonun ən maraqlı və bəlkə də bir çoxunuzun ilk dəfə eşidəcəyi hissəsinə. Biz at edən qarpızı yeyəndə onun qabığını və toxumlarını zibil qutusuna atırıq. Amma bilirsiniz ki, qarpızın ən müalicəvi hissəsi əslində zibilə atdığımız o hissələrdir. Bəli, tamamilə ciddi deyirəm. Qarpızın o qırmızı şirin hissəsi ilə yaşıl qabıq arasında bəyənmədiyiniz ağ zolaq var. Bax, o hissədə sitrulin amin turşusu qırmızı hissədən qat-qat çoxdur. O ağ hissəni atmaq əvəzinə blenderdən keçirib şirəsini içə bilərsiniz. Suyunuz ilə əlavə edə bilərsiniz və ya xiyar kimi salatlara doğraya bilərsiniz. Sağlamlıq üçün əsl bomba təsirə malikdir. Qarpızın tumları isə əsl zülal, maqnezium, dəmir və sağlam yağ deposudur. Xarici ölkələrdə qarpız tumlarını xüsusi olaraq toplayır, qurudur, sobada qovurur və simiska kimi yeyirlər. O, ürək sağlamlığına, qanda şəkərin tənzimlənməsinə və həzmə inanılmaz dərəcədə faydalıdır. Hətta o tumlar dəmləyib çay kimi içənlər də var. Bəs qarpız yeyərkən etdiyimiz və mədəyə böyük zərər vuran o məşhur səhv nədir? İllərdir çoxumuzun etdiyi iki böyük yanlış var. Birinci, qarpızı həddindən artıq çox yeməkdir. Hər nə qədər faydalı, sulu olsa da qarpızın tərkibində təbii şəkər, yəni fruktoz da var. Xüsusilə diabet xəstələri, çəki atmaq istəyənlər və ya qaraciyər piylənməsi olan Prosia hökman diqqət etməlidir. Gün ərzində 2-3 dilim qarpız yemək tamamilə kifayətdir. Oturub yarım qarpızı bir dəfə yemək şəkərin kəskin qalxmasına səbəb ola bilər. İkinci və ən böyük səhv isə qarpızı ağır yeməklərdən dərhal sonra desert kimi yeməkdir. Bu, mədə üçün əsl fəlakətdir. Çünki qarpız çox tez, təxminən 15-20 dəqiqə həzm olunan bir qidadır. Amma siz xəmir xörəyi, ət və ya yağlı yemək yedikdən dərhal sonra qarpız yeyəndə, qarpız mədədə həmin ağır yeməklərin üstündə qalır və həzm oluna bilmir. Nəticədə mədədə qızqırma, şiddətli qaz, köp və gəyirmə başlayır. Qarpız ya yeməkdən 1 saat əvvəl boş mədəyə, ya da yeməkdən ən az 2 saat sonra yemək lazımdır. Bəli, əziz izləyicilər, ümid edirəm bu video sizin üçün maraqlı, əyləncəli və ən başda faydalı oldu. Əgər videonu bəyəndinizsə, aşağıdan bəyənmə düyməsinə basmağı, yaxınlarınızla paylaşmağı və kanala abunə olmağı unutmayın. Şərhlərdə mütləq yazın. Siz qarpızın qabığının faydalı olduğunu bilirsinizmi? Və siz qarpızı tumu ilə yeyənlərdənsiniz, yoxsa tumunu təmizləyirsiniz? Bütün şərhlərinizi oxuyacağım. Növbəti maraqlı, sağlam, dolu videolarla görüşənədək. Özünüzə yaxşı baxın. Sağlam qalın.